Özbək xalq nağılı Aldar Kosa və Div. Deməli belə, günlərin bir günü Aldar Kosanın qonşusu gəlib mənə dedi ki, ey Div ayol! Ayol nədir? Ayol özbək dilində xanım deməkdir. Axı mən Div xanımam. Div xanım. Dedi ki, ey Div ayol, Kosa səni öldürməyə gələcək. Dedim, mən ona neyləmişəm ki, məni öldürsün? Durdum, getdim Aldar Kosanın üstünə. Dedim, xeyr ola, qonşumu mənim üstümə göndərmirsən. Deyir, düzdür. Mənim qonşumun mənə düz 10 div borcu var. 10 div? Bəli, 10 dənə məndən. Bax, səni göndərim. Yəni, biri var. Bəs 9-u hanı? Düz deyir də 9-u hanı? Mən nə bilim hanı? Mən üstümə niyə düşmür? Mən də həmin sualı verdim. Görəsən 9-u hanı? Hanı? Gördüm, bu söhbət çox uzanır. Tutdum Aldar Kosanı da, onun qonşusunu da utdum. Çıx get buradan, mən qorxuram. Çıx get buradan. Siz kimsiniz? Çıxın gedin buradan. Qorxuram. Biz giderik. Gideriz. Ama bir şartla. Sen gelir, kitabın sayfalarını gelir yapıştırırsan. Çünkü, geç bura. Sən də mənim üstümə qışqırsan. Gələn mənim üstümə qışqırsan. Çünkü kitapları çıkmak olmaz. Kitaplar bize bir değer. Kitaplar bize bilinç, savat, elin, dünya görüşü verir. Düz deyir. Sən də nağıl qayırman.